Günümüzü alçalarında geçiren uşaqlar. İndi isə günlük maaşımızın yarı hissəsini verib 1 kilo alça alır. Ha, bir də alça alarkən ağ yığın almağı unutmayaq. Bizə bir də 3 diş sarımsaq lazım olacaq. Və bir də bunları əzmək üçün bir alət. Mən babamın daşından istifadə edirəm. Başlayırıq alçaları əzməyə. Birini daşın altına, birini dişimizin altına. Belə 1 kilo alça qalır yarım kilo. Bunları beləcə əzib suyunu çıxartdıqdan sonra başlayırıq çəpiklərini də çıxarmalı. Çünki salat yeyərkən əlavə bizə əziyyət olmasın. Alçaları əzərkən heç sevmədiyiniz insanlar üçün görməyəcə güc verəcək sizə. Nəysə, burada da alçaların çəpiklərini çıxardıq. Bu da ayrı adam olur. Amma yeyərkən bizə əziyyət olur. Bir qaba yığdığımız alçaları kənara qoyuruq. Sarımsaqları da ya əzək ya da xırda-xırda doğrayaq. Mən də qaba üsulundan istifadə edərək, elə babamın daşından sarımsağı da əzərəm. Yaşıl yağlarımızın da yarpaqlarını saplarından ayrı xırda-xırda doğrayırıq. Təbii ki, bacardığımız qədər xırda. Bir de üzerine buz koyduk, bu iş olur, tamam. Buzu eşek atıştırdıktan sonra istediğiniz gibi sunum edebiliriz. Deneyecek olanlara hoş olsun. Eminim ki bu dönmece herkes beğenecek.